son 4 ayda 150 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Ətraflı məlumatı alaq istəyirəm. Hazırda canlı bağlantıda olan əməkdaşımız var. Nuranə İbrahimli geniş informasiyanı bizdən bölüşəcək. Salamlayıram Nuranə səni. Qısa bir məlumatı mən təqdim etdim tamaşaçılarımıza, ancaq geniş informasiyanı səndən eşidək. Salam Aynur, xoş gördük səni. Daha doğru rəqəmi vurğulayası olsaq, 148.881 şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu ilin 4 ay ərzində bizim üçün maraqlıdır. Bu hansı istiqamətdə olan aktiv məşğulluq tədbirləridir. Elə bunlarla bağlı istəyirəm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Əsmər Nəcməddin qızı bizə kömək eləsin. Əsmər xanım, xoş gördük sizi. Bu hansı istiqamətdə olan məşğulluq tədbirləridir və nə qədər şəxsdən söhbət gedir? Yəni hansı istiqamətlərdə nə qədər şəxsdən? Təşəkkür edirəm Nuranə xanım, sizi və tamaşaçıları salamlayıram. Bəli, sizin də qeyd elədiyiniz kimi cari ilin 4 ay ərzində artıq Dövlət Məşğulluq Agentliyi tərəfindən 144 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə təmin olunublar. Bunlar müxtəlif istiqamətlər üzrə onlar aktiv məşğulluq tədbirlərinə cəlb ediliblər. İlk olaraq mən işə düzəltmə tədbirlərini qeyd eləmək istəyirəm. Bilirsiniz ki, Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən birisi də işə götürənlərlə əməkdaşlıq edilməklə onların əmək və məşğulluq alt sistemində yaradılan vakansiya bankına daxil etdikləri boş vakansiyalar üzrə uyğun namizədlərin işlə təmin olunması istiqamətidir. 44 mindən çox şəxsin 4 ay ərzində həmin vakansiyalar üzrə işlə təminatı həyata keçirilib. Və yeri gəlmişkən onu da qeyd edeyim ki, işlə təminat hissəsində də bizim həyata keçirdiyimiz bəzi fəaliyyət istiqamətləri var. Bu birgə maliyyələşmə proqramıdır, kvota yerləri üzrə işlə təminatdır. Burada əsas məqsəd təbii ki, işə götürənlərə həm də dəstək olmaqdır. Həmin o 44 mindən çox şəxs hansı ki, işlə təmin olunublar, onlardan 400 nəfəri birgə maliyyələşmə, 460 nəfər isə kvota iş yerləri üzrə işlə təmin olunan vətəndaşlardır. Digər bir agentliyin önəmli istiqaməti bildiyiniz kimi özünü məşğulluq proqramıdır. Özünü məşğulluq proqramı çərçivəsində öz işini qurmaq istəyən işsiz və iş axtaran şəxslərə dəstək olunur. Onlara natura şəklində avadanlıqlar təqdim edilir ki, cari ilin 4 ay ərzində 5400 işsiz və iş axtaran şəxs özünü məşğulluq proqramına cəlb edilib və onlara həm istehsal xidmət, həm də kənd təsərrüfatı istiqaməti üzrə avadanlıqlar təqdim edilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən xüsusilə işsiz şəxslərin əmək bazarına daxil edilməsi və öz əvvəlki peşələri üzrə işləyə bilməyən, əmək bazarına daxil ola bilməyən vətəndaşlara yeni bir peşənin öyrədilməsi və daha sonra işlə təmin olunmalarına dəstək məqsədli icra olunan proqramlarımızdan biri də peşə hazırlığıdır. Cari ilin 4 ay ərzində 2800 şəxs peşə hazırlığına cəlb edilib. Peşə kursları həm agentliyin peşə hazırlığı mərkəzlərində, Bakı, Gəncə, Göyçay və Qarabağ peşə hazırlığı mərkəzlərində, həm də özəl tədris müəssisələrində müxtəlif istiqamətlər üzrə tədrisə cəlb ediliblər. Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən 170-dən çox istiqamət üzrə peşə hazırlığı kursları təşkil edilir və onu da qeyd edeyim ki, yeri gəlmişkən yaxın dövr ərzində həmin peşə kurslarının siyahısına daha yenilərinin də əlavə edilməsi nəzərdə tutulub. Peşə kurslarını bitirən şəxslərin daha sonra işlə təminatı üçün proseslərə başlanılır. Yəni ki, 2800 vətəndaş artıq peşə kursuna cəlb edilib. Onlardan kursları uğurla bitirən şəxslər artıq yekun qiymətləndirməni də başa vurandan sonra həmin şəxslərin öyrəndikləri peşə istiqamətləri üzrə işlə təminatlarına dəstək göstərilir. Və sonuncu istiqamət olaraq mən peşə yönümlü xidmətlərini qeyd eləmək istəyirəm. Çünki bugün şəxslərin əmək bazarında özlərinə uyğun olan işləri tapmaları və işə götürənlə doğru kommunikasiyanın qurulması çox önəmli məsələlərdən birisidir və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi tərəfindən həm paytaxtda, həm də bölgələrdə müxtəlif yaş kateqoriyasından olan vətəndaşlara peşə yönümlü dəstək xidməti göstərilir ki, cari il ərzində 97 minə yaxın, cari ilin daha doğrusu 4 ay ərzində 97 min şəxsə peşə yönümlü məsləhət xidmətinin göstərilməsi təmin edilib. Təbii ki, bütün bu istiqamətlər üzrə və digər məşğulluq tədbirləri üzrə proseslər, işlər davam etdirilir. İlin sonuna kimi və yaxud da ki, qarşıdakı aylarda da bu göstəricilərin daha da artacağı gözlənilir. Təşəkkür edirik. Çox sağ olun ətraflı məlumat üçün. Bir daha vurğulamaq istəyirik. Bu ilin ilk 4 ay ərzində aktiv məşğulluq tədbirlərinə cəlb olunan vətəndaşlarla bağlı məlumatları təqdim etdik. Hansı istiqamətlərdə nə qədər şəxs bu məşğulluq tədbirlərindən yararlana bilib deyə çatdıracaqlarımız bundan ibarətdir. Söz ötürük xəbər mərkəzimizə. Təşəkkürlər Nuranə, sənə həmçinin müsahibinə də minnətdarıq. Hansı ki, Dövlət Məşğulluq Agentliyinin peşə yönümlü dəstəklərindən bir qədər danışıldı. Hansı işlər görülüb indiyə qədər və neçə vətəndaşımız təmin olunub, peşə ilə müəyyən işlərlə təmin olunub, bunu sizə təqdim etdik.